Salam əziz izləyicilər. Bu gün sizlərlə Lütfi Zarda adına məktəblərarası 2-ci məntiq olimpiadasının final mərhələsinə salınmış suallar və onların həlləri ilə məşğul olacağıq. 11-ci sual. Kəndli kvadrat formasında alma bağı salır. Alma ağaclarının küləkdən qorunması üçün bağının ətrafına aşağıdakı qayda ilə küknar ağacları əkir. Kəndli bağda 100 alma ağacı əkibsə, həmin bağın ətrafına neçə küknar ağacı əkməlidir? Bu sualı həll etmək üçün yuxarıdakı ağacların əkilmə qaydasına baxaq. Əvvəlcə alma ağaclarına baxaq. Gördüyümüz kimi, bağban ağacları əkəndə, alma ağaclarını əkəndə, hansı ki bu nöqtələrdir, bağın uzunluğu və eni boyunca eyni sayda ağac əkir. Yəni 2 ağac, 2 ağac, 3 ağac, 3 ağac, 4 ağac, 4 ağac bu qaydada əkir. Və əgər 100 alma ağacı əkilirsə, deməli en və uzunluqda 10 ağac olmalıdır. Çünki 10 vur 10, 100 edir. Cəmi 100 alma ağacı olması üçün 10 ağac belə, 10 ağac belə olacaq. İndi bizdən həmin bağın ətrafına neçə küknar ağacı əkilməli olduğunu soruşur. İndi isə sxemdəki nümunələr üzərində küknar ağaclarının əkilmə qaydasına baxaq. Gördüyümüz kimi, bağın, kvadratın hər küncündə bir küknar ağacı var. Burada bir, burada biri, burada biri, burada biri. Künclərdə normal olaraq 4, cəmi 4 küknar ağacı olacaq. Daha sonra, gördüyümüz kimi, hər alma ağacının qarşısında bir küknar ağacı var. Buradakı alma ağacına baxaq. Məsələn, bu tərəfində bir ağac var, bu tərəfində bir ağac var. Və buradakı istənilən alma ağacını götürsək, görərik ki, qarşısında bayır tərəfdən bir ədəd küknar ağacı var. Məsələn, bunu götürək. Bayır tərəfdən qarşısında bir dənə ağac var. Yaxud bu, bayır tərəfdən qarşısında bir dənə küknar var. Bayır tərəfdə qarşısından bir dənə küknar var. Qanuna uyğunluq belədir. Və hər iki alma ağacının ortasında da bir ədəd küknar ağacı var. Bütün ağaclara baxsaq, görərik ki, hamısı üçün bu qayda uyğundur. 2 alma ağacının ortasında bir küknar var. İkisinin ortasında bir küknar var. Bu əkilmə qaydasını müəyyən etdikdən sonra asanlıqla 100 alma ağacı olan halda neçə küknar var onu tapa bilərik. İndi tapaq. Bağın 4 bir küncündə, hər küncdə bir küknar ağacı var. 100 alma ağacı olanda da bu eyni qalacaq. Deməli, ilk öncə 4 ağacı yazırıq. Daha sonra, hər alma ağacının qarşısında bir küknar ağacı var. Bu sırada da 10 ədəd alma ağacı var. Çünki 10-un 10-a. 10 ədəd burada olacaq 4 əvəzinə, 10 ədəd də burada olacaq. Hərəsinin qarşısında bir küknar ağacı olanda o deməkdir ki, hər sıra üzrə 10 ədəd küknar ağacı əlavə edə bilərik. 4 sıra var, 4 tərəf var. Deməli, 4 dəfə 10, 40 küknar ağacı üstünə gəlirik. Daha sonra, bir də dedik ki, hər iki alma ağacının ortasında, arasında bir dənə küknar ağacı var. Ortaların sayı, araların sayı ağacların öz sayından bir vahid az olacaq. Məsələn, burada görürük ki, 4 dənə alma ağacı olanda 3 dənə ara var. 3 dənə alma ağacı olanda 2 dənə ara var. 2 dənə alma ağacı varsa 1 dənə ara var. Araların sayı 1 dənə azdır. 10 dənə alma ağacı olan sırada isə 9 dənə ara olacaq. O deməkdir ki, aralarda olan küknar ağacların sayı da 9-dur. 9 dənə bu tərəfdə, 9 dənə bu tərəfdə, 9 dənə bu tərəfdə, 9 dənə bu tərəfdə, 9 vur 4, 36 dənə ağac, küknar ağacı. Bu qədər. Qorunmaq üçün əkilmiş bütün küknar ağaclarını saydıq. Künclərdə olanlar, ağacların qabağında duranlar və iki ağacın arasında yerləşənlər. Başqa küknar ağacı yoxdur.
Deməli, bunları toplayaraq ümumi küknar ağaclarının sayını tapa bilərik. Tapdığımız bütün ağacları toplayaraq 80 alırıq. Deməli, kəndli 100 alma ağacı əksə, onun ətrafına 80 ədəd küknar ağacı əkməlidir. Cavab C variantı. Digər sualların həllərinə videonun digər hissələrindən baxa bilərsiniz. Həmçinin kanalıma daxil olaraq orada bütün sualların bir yerdə olduğu playlisti görə bilərsiniz. Həmin playlist vasitəsilə də bütün videolara dənə-dənə baxa bilərsiniz, bütün sualların izahlarına.